Bizim evimizə, Zəlimxanın ana yurduna, ata ocağına hər yerdən qonaqlar gəlir həmişə. Ancaq bugünkü qonağımızın bir özəlliyi var ki, o bizim nəslimizin nümayəndəsidir. Bizim bacıoğlumuzdur, elimizin, obamızın gözəl şair oğludur Binəli Bayram. Çoxdan da Facebookda, müxtəlif mətbuat orqanlarında şeirlərini sevə-sevə oxuyuruq. Bugün gözəl günlərdən biri odur ki, şəxsən özü bu evi, anamgillüyü və bizi ziyarətə gəlibdir. Xoş gəlib Binəli. Arzu edirəm ki, bütün gəlişlərin bizim üçün bugünkü hansı hisslərinə yaşırıq hisslərin olsun. Bir daha xoş gəlibsən, sana yaradıcılığında böyük uğurlar arzu edirəm və inanıram ki, ayın 18-də keçiriləcək kitabın təqdimatı bizim üçün kəndimizin tarixində bir bayrama çevriləcəkdir. İnşallah o günü gözləyirik. Buyur, indi gəlişinlə bağlı. Əziz olasan Çingiz müəllim, bugün bu gözəl Güllü anamın ziyarətinə gəlmək mənim üçün ən gözəl günlərdən biridir. Bugün çox sevincimin həddi-hüdudu yoxdur. Çünki yer üzündə ən ulu məhəbbət anadır. Dünyada ən ilkin nəğmə ana laylasıdır. Ən isti sığınacaq ana qucağıdır. Anasız olmasın, ömrü heç kəsin. Dünya bir yanadır, ana bir yana. Körpəsin uğrunda beşik başında gecələr yatmayan yalnız anadır. Ana, səni Allah var eləsin. Sən Türk dünyasının nəğməkar şairi. Bugün yaşayarkən və ruhu şad olsun. Allah o dünyasını versin Zəlimxan Yaqubun. Ürəklərdə, könüllərdə yaşayan bir Türk evladı. Zəlimxan Yaqubu Türk dünyasına bəxş eləmişsən. Ona görə sənə minnətdarıq. Yaradan Allahımıza çox şükürlər olsun inşallah. Allah sizi var eləsin. Nə yaxşı ki varsınız. Mən də sizi deyirlər ki, cənnət anaların ayağı altındadır. Mən də sizi cənnət bilib sizin huzurunuza gəldim. Sizin bu gözəl əllərinizdən öpmək istədim. Allah sizi var eləsin. Minnətdarım ana, sizi görməyə çox şad oldum. Bugünkü gəlişimiz ümumiyyətlə Borçalıya özəl bir hadisə ilə bağlıdır. Həm bu Turan yolu, Haqqın yolu kitabımızın Kəpənəkçidə tədbirin keçirilməsidir. Bu tədbiri də Gürcüstan Azərbaycanlıları Konqresi tərəfindən keçirilir. Şəxsən Hüseyin müəllimə öz təşəkkürümü bildirirəm. Çünki həm də bu mənim 60 illik yubileyim ərəfəsindədir. Kəpənəkçi mənim üçün doğmadır. Elə bir ki, koronadan sonra Kəpənəkçiyə gəlməmişim. Allah evimizi var eləsin. Həsrət məni qəm atına mindirib, yaman darıxmışam, ay Kəpənəkçi. El-oba yanğısı məni dindirir, yaman darıxmışam, ay Kəpənəkçi. Dağlar oylağımdır, binələr yarım, bu eşqi, sevgini de hardan alım. Gözləyir şairi, bələnim, yalım, yaman darıxmışam, ay Kəpənəkçi. Mən bənövşə deyib, bəndə düşmüşəm, yel dağını aşıb, kəndə düşmüşəm, yaşamaq eşqinə səndə düşmüşəm, yaman darıxmışam, ay Kəpənəkçi. Binəli dağlarda çiçək gül deyir, çaylar coşub, bulaqlara dil deyir, dumana bürünüb yaylaq, gəl deyir, yaman darıxmışam, ay Kəpənəkçi. Allah elimizi, obamızı var eləsin. Sizi görmək bugün mənim üçün çox şad oldu. Allah sizi var eləsin. Yaxşı ki varsınız. 101 yaşayasınız, sağlam yaşayasınız. Allah sizi var eləsin. İndən sonra birər o gözəl nəticələrin toyunu görəsiniz inşallah. Allah sizi var eləsin. İnşallah xeyir işlərdə görüşək. Allah sizi var eləsin. Şad oldum bugün. Bugün Zəlimxan dayım haqqında çox şeirlər yazmışam. Yəni bu bir şeir də var burada. Haqq aşığı bir şairim var mənim. Doğulubdur torpağımda Zəlimxan. Qızmar yayda sinəsində qar mənim. O qarım da, o dağım da Zəlimxan. Bir dahidir, bir umman da oxusan, sözləri ətirli, güldü qoxsan, kəlmələri bir xalıdır toxsan, yanar közlü ocağım da Zəlimxan. Binəliyəm, Zəlimxansız qalmışam, ustadımdır bilin, dərsim almışam, şeiriyyata mən də meyil salmışam. O sevgim də, o bağım da Zəlimxan. O sevgim də, o bağım da Zəlimxan.
Allah daha şəhərimizə rəhmət eləsin, ruhu şad olsun. Zəlimxan Yaqub həmişə xatirələrdə yaşayacaqdır, könüllərdə yaşayacaqdır. Özü necə deyir ki, şeir necə başlayır? Senin halan adı Balık Hanım'dı. Yox, nənəmin, anamın adı Balı xanımdır. Hə, anamın adı Balı xanımdır. Allah şairimizə rəhmət eləsin, ruhu şad olsun. Zəlimxan bugün bütün Türk dünyasının qəlbində, ürəyində, könlündə yaşayır. Və Zəlimxan nəinki Borçalını, bütün Türk dünyasını dünyaya tanıtır. Ruhu şad olsun. Salam aleyküm. Sonum müəllim. Allah sizə